Müqəddəs taxtaca son 14 il ərzində 6-cı dəfə səfər etdiyini xatırladan birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirdi. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğuladı. Bugün müqəddəs Komodiya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq dedi. Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar ki, səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatana kimi yeni layihələrə start veririk. Bu çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm. Baş keşiş kardinal James Harvey bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə müqəddəs taxtac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. Kardinal qeyd etdi ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında müqəddəs Pavel çox böyük rol oynayıb. O, müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq dedi. Gördüyünüz bu nəcib işlər sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir. Heydər Əliyev Fondunun müqəddəs Pavel Bazilikasında örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söylədi. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirdi. Sonra müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal James Harvey'ə xatirə hədiyyəsi təqdim olundu. Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal James Harvey'nin müşayiəti ilə Bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış oldu. Keşiş Don Ludovico Turrizi və arxitektor Marco Çiriaki birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat verdilər. Müqəddəs Pavel Bazilikası müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Bildirildi ki, müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən 4 əsas papal bazilikadan biridir. Roma Katolik kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində 1-ci Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib.
Vatikanın gür səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir. Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və müqəddəs Taxtaş tərəfindən qeyd edilən yubiley ili çərçivəsində Vatikan şəhər dövlətinin qubernatorluğu ilə Heydər Əliyev fondu arasında müqəddəs Pavel bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi qubernatorluğun sabiq prezidenti kardinal Fernando Verges Alzaga və Azərbaycan prezidentinin köməkçisi Heydər Əliyev fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.